Azərbaycanın keçmiş millət vəkili və eks-müxalifətçi İqbal Ağazadə deyib ki, Azərbaycanın ictimai televiziyası Adnan Oktara hocam deyən, sədası Mason lojasından gələn və bunu da özü də açıq etiraf edən, Amerika Birləşmiş Ştatlarının qapısını, səfirliyin qapısını, Karvansaray qapısına çevirən ilahiyyatçı Elşad Miri elə-belə dəvət almalı deyil. Deyir ki, ictimai televiziya yalvararaq onu dəvət eləməlidir ki, gəlsin insanlara İslamı izah etsin. Baxmayaraq ki, onun bu izahatları yalnız şəxsi təfəkkürünə əsaslanır. Yəni, bugünə qədər heç bir müsəlman onun dediklərini deməyib və inanmıram ki, bundan sonra da deyəcək. Niyə görə çağırsınlar onu? Özdə yalvararaq ki, gəlsin milli mənəvi dəyərlərimizi, adət-ənənələrimizi alçalsın, ki, gəlsin Allah rəsuluna təni etsin, ki, gəlsin ki, Azərbaycanda İslamı yaşayan, tolerant yaşayan, bütün inanclı insanların inanclarını məsxərəyə qoysun, təhqir etsin və ən əsası ki, gəlsin Allaha böhtan atsın, Allahın adından, onun kitabının adından yalanlar danışsın öz uydurmaları ilə. Buna görə siz deyirsiniz ki, Elşad Mirini ictimai televiziya yalvararaq çağırmalıdır və sizin bu dəstəyiniz də başa düşülən deyil. Mən bilirəm, sizin qərbə qarşı, qərb dəyərlərinə qarşı, liberal dəyərlərə qarşı çox isti, ilıq münasibətiniz var. Və görünən odur ki, deyəsən bu mənada sizin Elşadla fikirləriniz üst-üstə düşür.